Osteoxondroz sadəcə boyunda və beldə olan ağrılar deyil. Əgər səhər oyananda boynun tutulursa, əllərində, qollarında çeymə hissi olursa, eyni zamanda uzun müddət oturandan sonra belində ağrılar və sancılar yaranırsa, deməli onurğa artıq sənə bir siqnal verir. Problem təkcə kimyəvi dərmanlarla, yəni ağrı kəsicilərlə ört-basdır etməklə olmur. Çünki osteoxondroz zamanı fəqərlər arası qidalanma eyni zamanda toxumalar zəifləməyə başlayır. Bununla yanaşı kalsium balansı pozulur. Keçən paylaşımda da bu mövzu haqqında danışmışdım və müraciətlərdən baxıram ki, həqiqətən artıq Azərbaycan xalqı çox geniş şəkildə bu problemdən əziyyət çəkir. Bədənə daxildən dəstək vermək lazımdır və bu təbii vasitələrlə olmalıdır. İyonlaşmış kalsium sümük və oynaqların güclənməsinə kömək edir və ən əsası fermentləşmiş şəklində olduğu üçün, yəni tərkibində olan bütün balans maddələri çıxarıldığı üçün birbaşa sümüyün daxilindən 98% sovrulur. İkinci məhsulumuz sink məhsuludur. Biosink toxuma yenilənməsini və iltihablı proseslərin azalmasına kömək edir. Üçüncü məhsulumuz isə bir çoxlarının tanıdığı antilipid çayı, yəni imperator çayıdır. İmperator çayının tərkibində kinosperma yarpaqları və 6 növ yaşıl bitki var. Qan dövranını yaxşılaşdırır, damar divarlarında olan kirəcləri təmizləyir və ümumi metabolizmanı dəstəkləyir. Dostlar, ağrını gizlətmək yox, səbəbə yönəlmək lazımdır və bu hal xroniki hala çevrilmədən vaxtında müraciət